Gəlin mənimlə birlikdə hesabat hazırlayaq. Çox güman ki, bir çox müəllimlər əziyyət çəkir və ya başqasına xahiş edir ki, onun üçün həmin sənədi çıxartsın. Hər hansı bir jurnala daxil olmuşam və daxil olduqdan sonra imtahan qiymətləri hissəsinə keçid etmədən eksporta daxil oluram. Burada iki cür sənəd var. Mən aşağıdakını seçəcəm, ikincini üzərinə vururam və gözləyirəm. Bu bir qədər vaxt alır, gözləyək. Bəli, yükləndi. Yüklənəndən sonra mən onun üzərinə vuracağam. Beləliklə həmin sənəd kompüterimdə açılacaq. Gəlin sənədə baxaq. Gördüyünüz kimi sənəd açıldı və sənədə giriş icazəsi üçün yuxarıdakı sarı xəttin üzərində vurdum. Sənəd genişdir. Burada illik qiymətlər, həmçinin buraxılan dərs saatları və sair qeyd olunub və çap edəndə bir neçə səhifədə göstərəcək. Məsələn, burada çap düyməsinə vursaq görək ki, 7 səhifə verir bizə və bu da əlverişli deyil. Biz istəyirik yalnız bir səhifədə olsun. Bunun üçün sənədi bir qədər yığcamlaşdıraram. Gördüyünüz kimi sütunları dartıram. Bu sütunlar bizdə artıq sütunlardır. Biz həmin hissəni, bizə lazım olan hissəni seçirik. Seçdiyimiz hissənin çap olması üçün gəlirik print hissəsinə və gördüyünüz kimi burada yalnız seçilmiş hissənin çapı nəzərdə tutulur. Üçüncü hissəyə vurdum. Daha sonra ölçünü dəyişin. Sizdə ola bilər ki, bu şəkildə olsun. Mütləq onu albom formatına keçirdin və səhifə ölçülərini isə 8.5, 13 istiqamətində qoyun. Digərlərində kənarlar görünməyəcək. Görürsünüz, kiçik olur və yaxud da uyğun olmur. İkinci, dördüncü səhifəyə keçir. Ona görə 8.5, 13 seçin. Ondan sonra artıq bizim sənədimiz hazırdır. Çap düyməsinə vura bilərik. Digər bir üsul isə həmin seçilmiş hissənin Word-ə atılaraq Word-də çıxarılmasıdır. Hər iki üsuldan istifadə edə bilərsiniz. İndi onu da göstərirəm. Kompüterdə print screen düyməsinə vururam və yaxud da qayçı işarəsi varsa sizdə də ondan istifadə edə bilərsiniz. Print screen düyməsinə vuranda elə həmin qayçı açılır və pəncərənin mənə lazım olan hissəsini çəkirəm. Daha sonra Word sənədinə keçid alacağam. Word sənədində istiqaməti dəyişirəm. Bunun üçün onu albom formasına salıram. Daha sonra ölçüləri də bir qədər dəyişdim. Ctrl-V ilə həmin kəsdiyim hissəni buraya yapışdırıram. Artıq hazırdır. Mən onu çap edə bilərəm. Print düyməsinə vuracağam və beləliklə yazılar aydın şəkildə çap olunur və hesabatımız hazırdır. Ümid edirəm faydalı oldu. İzləməyə davam edin.